Həyatımızın əsas məqsədi nədir? Allaha və onun sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar hətta cənnət və cəhənnəm kimi ruhani amillərə belə inanmırlar. Bəziləri fikirləşir ki, həyat yalnız indi yaşadıkları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd olur. Bəzilərinin məqsədi də bu dünyada yalnız bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və ləzzət almaqdır. Məgər doğrudanmı bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi həqiqətən də Allah yaratmışsa, deməli onun bir məqsədi var və biz o məqsədi və ya səbəbi bilməliyik.